Salam, hörmətli tamaşaçılar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dost TV-nin birgə yayımı olan Sığorta Vaxtı verilişinə yenə görüşürük. Sizinlə mənəm Fuad Bayramov. Bugün biz çox vacib bir mövzudan, sinir sistemi xəstəliklərindən danışacağıq. Bu xəstəliklərlə bağlı məlumatlar verəcəyik və İcbari Tibbi Sığorta ilə biz nevroloji problemlərin hansılarını ala bilərik, yəni problemlərin müayinə və müalicəsini İcbari Tibbi Sığorta hansılarını qarşılayır, onunla bağlı məlumatları alacağıq. Dost TV-nin bütün sosial media platformalarından və agentliyimizin Facebook səhifəsindən siz yayımımızı izləyə bilərsiniz və rəy bölməsində sualınız yarandığı halda qeyd edə bilərsiniz. Qonağımız isə Yeni Klinikanın nevroloqu Münəvvər Muxtarovadır. Xoş gəlmisiniz deyirik Münəvvər xanıma. Necəsiz? Sağ olun, yaxşı olasınız. Münəvvər xanım, hansı simptomları müşahidə edəndə vətəndaş nevroloqa müraciət eləməlidir? Əgər vətəndaş özündə baş ağrısı, baş gicəllənmə, ürək bulanma, qusma, eyni zamanda ətraflarda keyləşmə, gücsüzlük şikayətləri görərsə, mütləq nevroloqa müraciət etməlidir. Bəs hansı problemlər nevroloji deyil? Bəzən psixiatra, psixoterapevtə müraciət etməli olduğu halda vətəndaş nevroloqa müraciət edir. Bununla bağlı nə deyə bilərsiniz? Bəli, ümumiyyətlə bizim mentalitetimizdə belədir ki, insanlar psixiatra getməkdən çəkinirlər. Amma elə simptomlar var ki, yəni onları görəndə mütləq artıq psixiatra müraciət etməlidirlər. Misal olaraq, pasiyentdə əgər özünə qəsd düşüncələri və yaxud başqasına qəsd düşüncələri varsa, qalüsinasiyalar varsa, yəni gözünə görsənmələr varsa və yaxud sayıqlamaları varsa, kiminsə onu izlədiyini düşünürsə, həmçinin dərin depressiya halları varsa, bu hallarda mütləq psixiatra müraciət etməlidirlər. Bəs İcbari Tibbi Sığorta ilə hansı sinir sistemi xəstəliklərinin müalicəsi və müalicəsi təminat alınır? İcbari Tibbi Sığorta ilə biz bir çox nevroloji xəstəliklərin müayinə və müalicəsinə məşğul ola bilirik. Bunlara baş ağrıları aiddir. Daha sonra insultla bağlı olan şikayətləri olarsa mütləq nevroloqa müraciət etməlidirlər. Daha sonra polineuropatiyası olan xəstələr, onurğa beyin patologiyaları olan xəstələr, epilepsiyası olan xəstələr, onlar nevroloqa müraciət etməlidirlər. Bəs necə? Mən bir vətəndaş olaraq istəyirəm ki, nevroloq müayinəsinə gedəm, İcbari Tibbi Sığorta ilə ödənişsiz tibbi xidmət alam. Siz Yeni Klinikada çalışırsınız və istəyirəm Yeni Klinikaya sizin qəbulunuza düşəm. Hansı addımlar atmalıyam? Bunun üçün əvvəlcə e-təbib mobil tətbiqindən istifadə edirlər. Orada qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada onlayn növbə götürülür həkim nevroloq qəbuluna. İstənilən saat və gün seçə bilirlər. Yəni vətəndaşın öz azadlığı var orada. Və daha sonra onlayn növbəni götürdükdən sonra həmin günü klinikaya yaxınlaşır. Lakin verilən növbə saatından 40 dəqiqə öncə gəlməlidirlər ki, növbələrini aktivləşdirə bilsinlər. Yox, əgər nevroloq həmin günü onlayn növbə götürə bilmirsə, yəni onlayn növbə dola bilər də, o zaman artıq gəlib klinikada canlı növbə gözləyə bilər. Bu formada növbə gözləyir, müraciət edir və tibbi xidmətdən yararlana bilir. Bəli. Hansısa bir poliklinikadan göndəriş falan tələb olunmur ki, xəstəxanadakı? Xeyr, heç bir göndəriş tələb olunmur. Yəni vətəndaş özü gəlib müraciət edə bilər. Müraciət elədim sizin qəbulunuza, gəldim və siz məni ümumi baxışdan keçirəndən sonra müəyyən müayinələrə göndərəcəksiniz. Bu müayinələr hansılardır? Yəni nevroloji problemlərin aşkar olunması üçün hansı diaqnostik laborator müayinələr mövcuddur və bunlar İcbari Tibbi Sığorta ilə təminata alınırmı? Bəli, bir çox müayinə üsulları var ki, onlar İcbari Tibbi Sığorta təmin edir bunları. Yəni bunlara aiddir beyin KT, beyin MRT müayinəsi, ümumiyyətlə onurğa MRT müayinələri, daha sonra bəzi laborator analizlər, qan analizləri, daha sonra EMG müayinəsi, elektroneyromiyoqrafiya müayinəsi, yuxu və vertebral arteriyaların Doppler müayinəsi. Yəni bunlar demək olar hamısı İcbari Tibbi Sığorta ilə təmin olunur. Bəs İcbari Tibbi Sığortanın MRT və KT-də deyilənə görə müştərək maliyyələşmə tətbiq olunur. Bu nə deməkdir? Müştərək maliyyələşmə bu KT və MRT müayinələrinə tətbiq olundu aprel ayının 30-undan etibarən. Yəni burada sadəcə vətəndaş İcbari Tibbi Sığortada göstərilən qiymətin sadəcə 20%-ni ödəyir KT və MRT üçün. Yəni o da nahiyədən asılı olaraq əgər 50 manatdırsa ödəniş onun 10%-ni, yəni 10 manatını ödəyib keçə bilir müayinədən. 20%-ni, yəni 20%-ni ödəyib keçə bilir. Bəli. Bəs bütün hallarda bu müayinələr ödənişlidir, yoxsa bütün hallarda KT və MRT. Təcili halda gəldinizsə? Yox, yalnız təcili halda, yəni təcili yardımdadırsa xəstə və yaxud yəni məsələn insult şübhəsinə gəldi xəstə təcili yardım alındı, KT çəkilməlidir, MRT çəkilməlidir. Yəni mütləq bu xəstə artıq yəni İcbari Tibbi Sığorta ilə tam ödənişsiz şəkildə müayinədən keçir. Müştərək maliyyələşmə yoxdur. Bəli, bir də ki, stasionarda nevrologiya şöbəsində məsələn müalicə alırsa, stasionar xəstənin yəni bütün müayinələri ödənişsiz şəkildə həyata keçirilir. Stasionar yəni xəstəxanada yatış halında bir əməliyyat icra olunursa və yaxud da hansısa bir stasionar tibbi xidmət müalicə alırsa, baş ağrısı haqqında danışmaq istəyirəm.
Ümumiyyətlə nədən yaranır bu baş ağrıları və miqren və baş ağrılarının fərqləri nələrdir? Baş ağrısı ümumiyyətlə insanlara belə deyim, ağrılı vəziyyət yaradan bir durumdur. Və baş ağrısını həm nevroloji xəstəliklərlə yanaşı, həm də sistem xəstəlikləri təqib eləyə bilir və baş ağrısının ümumiyyətlə əvvəldən insanları həmişə maraqlandırır və bunun üzərinə bir çox çalışmalar olunubdur. 1988-ci ildə ilk dəfə Beynəlxalq Baş Ağrısı Dərnəyi baş ağrısını diaqnozunu qoymaq üçün onu siniflənməyə aldı və bu çalışmalar 2018-ci ildə sonlandı. Ən son siniflənməyə görə də baş ağrısı iki növə bölünür. Primer və sekonder baş ağrısı, yəni ikinci olaraq yaranan baş ağrısı. Primer baş ağrısı dedikdə biz ilkin olaraq yaranan baş ağrısını deyirik. Bu ilkin baş ağrısının içində elə miqren baş ağrısı, auralı və aurasız miqrenlər, həmçinin gərgin tipli baş ağrısı, kümə tip baş ağrısı gedir. Sekonder, yəni ikincili baş ağrısı dedikdə isə artıq digər xəstəliklər nəticəsində, məsələn, beyin şişləri və yaxud insult, bir çox metabolik pozğunluqlar nəticəsində yaranan baş ağrıları nəzərdə tutulur. Miqren özü insanlar üçün həmişə maraqlı olub. Yəni bir çox insanlar gəlirlər ki, artıq onlar da ətrafdan eşitdiklərindən gəlirlər ki, deyirsən mənim miqrenim var. Yəni artıq bəzi şikayətlər əsasında onlar hiss edirlər ki, onlarda miqren yaranıb. Bəs nədir əsas şikayətlər? Yəni, hansı şikayətlər olanda, simptomlar olanda miqrenin əlaməti hesab olunur? Məsələn, əgər xəstədə bir tərəfli, döyünən tipli, gözə vuran baş ağrısı varsa, ürək bulanma verirsə, qusma halları olursa, həmçinin xəstədə baş ağrısı zamanı işıq, səs, qoxu həssaslığı yaranarsa, eyni zamanda bu xəstələrin məsələn baş ağrısından öncə bir aurası gələ bilər. Deyər ki, gözümün qabağında qara nöqtələr uçur, parlayan işıqlar görürəm və yaxud da olur dumanlı görmə olur. Yəni bunlar hamısı miqrenin əlamətlərinə daxildir. Lakin bəzən olur ki, bu əlamətlərlə yanaşı bu əlamətlər həmçinin digər xəstəliklərdə də görə bilirik və bunun üçün də biz onu fərqləndirmək üçün mütləq xəstəni beyin MRT, beyin KT müayinəsindən keçirtməliyik. Daha dəqiq diaqnoz qoymaq üçün, yəni diferensiasiya etmək üçün biz bu müayinələrdən keçiririk xəstələri. Bəs bəzən olur ki, baş ağrısı olur, amma həkimə müraciət etmək üçün biraz səbəblər olur ki, ani müraciət edə bilmirik və həmin şəxslər dərhal hansısa bir ağrı kəsici istifadə edirlər, həkimlə məsləhətləşmədən və yaxud da hansısa bir mütəxəssislə məsləhətləşmədən baş ağrısı dərmanı istifadə edirlər, ağrı kəsici. Bu nə qədər düzgündür? Yəni əslində ağrı kəsici qəbul etməyə tələsməməlidirlər. Ümumiyyətlə izləməlidirlər bu baş ağrısı nədən sonra yarandı, bəlkə travma alıb, bəlkə nə vaxtsa nəsə dəyib başına, belə bir şey ola bilər və yaxud da nəsə stressdən sonra mı yarandı. Bunların hamısını yəni gərək xəstə özü də izləsin, müşahidə eləsin. Daha sonra məsələn xəstə ağrının şiddətinə diqqət eləsin, necə olur? Döyünən tipdimi olur, yoxsa küt formada mı ağrıdır, yoxsa sıxıcı ağrıdırmı? Yəni bunlara mütləq diqqət eləməlidirlər və bunlara diqqət eləsələr və ağrının nə qədər müddət davam elədiyini izləsələr, onlar da həkimə müraciət eləyəndə həm həkim də diaqnoz qoyanda daha rahat olur. Yəni ümumiyyətlə birbaşa ağrı kəsici qəbul eləməkdənsə, yəni ağrının izləmək, müşahidə etmək daha yaxşıdır. Nə qədər davam eləyəcək, ondan sonra həkimə müraciət eləsinlər mütləq. Yəni problemin müvəqqəti yox, köklü formada aradan qaldırmaq daha yaxşıdır. Bəli. Uzun müddətli ona təsir eləmək. Bəli. İndi bizi izləyənlər arasında deyək var, ofis işçiləri də bu baş ağrılarından əziyyət çəkirlər. Onlara nə tövsiyə edərsiniz? Bəzən günün ikinci yarısı baş ağrıları başlayır onlarda. Nədən yaranır? Onlar nə etməlidirlər ki, bu baş ağrıları onlarda yaranmasın? Onlar davamlı artıq texnologiya vasitələrindən istifadə edirlər, davamlı kompüterə baxırlar. Yəni ona görə də onlarda artıq gərgin tipli baş ağrısı yaranır. Yəni ümumiyyətlə belə pasientlərə məsləhətim odur ki, həmişə təmiz havada olmağa çalışsınlar. Ən azından abed fasiləsində təmiz havaya çıxsınlar, yürüyüş eləsinlər. Yəni bunlar daha yaxşı olar ki, onda baş ağrıları da azalacaqdır. Yəni həm də eyni pozisiyada qalmasınlar, biraz pozisiyalarını dəyişsinlər. Arada bir dursunlar, gəzsinlər, eləsinlər. Eyni şeylər elə uşaqlarda da yaranır. Artıq uşaqların da işləri kompüterlə, telefonlarla əlaqəlidir deyə. Davamlı olaraq onlarda da yəni bu problemlər yaranır, baş ağrıları yaranır. Yəni uşaqlarda da yaranır baş ağrıları və həmçinin miqren tipli baş ağrıları da yenə uşaqlarda da görürük. Uşaqlara xüsusi olaraq yanaşsaq, onlarla bağlı hansısa bir əlavə tövsiyə verə bilərsiniz? Xüsusən uşaqlarda bunlara diqqət eləsinlər valideynlər. Yəni valideynlər davamlı olaraq onların ekran qarşısında olmasına mütləq çəkinsinlər. Yəni ən azından məsələn dərs eləyəcəksə uşaq 1 saat elədirsə heç olmasa bir yarım saat fasiləsinə eləsin, uşaq gəlsin, su qəbul eləsin mütləq, təmiz havaya çıxsın, sonra təkrar bir də dərsini davam eləsin. Yəni davamlı olaraq bir vəziyyət, bir pozisiyada oturmasınlar. Nevroloji problemlərlə bağlı sistematik müayinələrdən keçməyi tövsiyə edirsinizmi? Müəyyən perioddan bir, xüsusən də uşaqlarda
Bəzi xəstəliklər var da, məsəl üçün göz müayinələrindən neçə aydan birsə getmək tövsiyə olunur ki, bu ola biləcək xəstələrin profilaktik olaraq qarşısını almağa kömək edir. Nevroloji xəstəliklərdə də tövsiyə olunan bir aralıq varmı? Nevroloji xəstəliklərdə əgər xəstəliklərdə yox, daha doğrusu xəstəliklərin qarşısını alma məqsədi ilə profilaktik olaraq vətəndaşlara tövsiyə edirsiniz ki, hansısa müayinələrdən. Bəli. Yəni onu sadəcə əgər xəstə hər hansısa bir şikayəti varsa, həmin o dediyim kimi məsələn ətraflarında keyləşmə olsun, baş ağrısı olsun, baş gicəlləmə şikayəti olsun, onda müraciət eləsələr daha yaxşı olar. Yəni həmin simptomlar olan ki, müraciət eləsinlər. Şikayət yoxdursa, yəni biz onu deyə bilmərik. Aha, aydındır. Əl və ayaqlarda uyuşma bəzən hansı sinir zədələnmələrin əlamətləri ola bilər, hansı xəstəliklərin əlamətləri ola bilər? Yəni polineuropatiyalarda ola bilər, sonra onurğa beyin patologiyalarında ola bilər, həmçinin karpal tunel sindromu, kubital tunel sindromu, yəni bu kimi xəstəliklərdə rast gəlinə bilər bu şikayətlər. Yəni xəstələr, pasiyentlər məsələn davamlı eyni vəziyyətdə otururlar, onurğada bir patologiya varsa, bu zaman həmin uyuşma şikayəti artır və yaxud da karpal tunel sindromu var, eyni vəziyyətdə ətraf eyni pozisiyada qalır və getdikcə o uyuşması artır, sonra ağrıya çevrilir. Elə bayaq danışdığımız o kompüterdən istifadə edən şəxslərdə də bu tez-tez olur. Bəli, eyni pozisiyada əllərini tuturlar və yazı yazırlarsa, əllərində uyuşma, keyləşmə onlar da baş verir. Bayaq dediyimiz tövsiyələr elə onlara da aid. Yəni onda mütləq müayinə olunmalıdırlar ki, sonradan yəni o artıq sinirin atrofiyalaşmasına gətirib çıxarda bilər. Ona görə ekrana baxmaq, kompüterə uzun müddətdə baxmaq və ya telefona baxmaq beyni zəiflədirmi? Bu rəqəmsal demans deyilən şey nə deməkdir? Bəli, uzun müddət ümumiyyətlə ekran istifadəsi beyin fəaliyyətinə təsir göstərir. Rəqəmsal demans da elə beynin uzun müddət texnologiya aludəçisi olduqda, yəni beyin fəaliyyətinin zəifləməsini göstərən bir termindir, belə deyək. Yəni insanlar artıq uzun müddət ekrandan istifadə etdikdə insanlarla ünsiyyətdən qaçınırlar, yəni sosiallaşmaqdan uzaqlaşırlar və belə olduqda beyin passivləşir, beynin artıq bu əzbərləmə, təkrar etmə funksiyaları, həmin sahələri də başlayır fəaliyyətsiz qalmağa və buna görə də bu insanlar artıq yəni pasiv həyata keçirirlər. Beynin düşünmə qabiliyyəti azalır, koqnitiv fəaliyyəti azalır. Ona görə də yəni bu məqamlara diqqət etməlidirlər. Neyniyək ki, azalmasın? Beyni aktiv saxlamaq üçün nə etmək olar? Müəyyən vitaminlər, müəyyən qidalar var, onlardan istifadə etmək olar. Dediyim kimi, sonra normal mütləq yuxu rejimi normal olmalıdır, stressdən uzaq olmaq lazımdır. Sonra qidalardan məsələn antioksidantla, həmçinin dəmirlə, sonra B qrup, B6, B12, fol turşusu ilə zəngin qidalardan istifadə etmək lazımdır. Bayaq əl keyləşməsi, uyuşma ilə bağlı danışanda karpal tunel sindromunun adını çəkdiniz. Bu icbari tibbi sığortaya daxildirmi? Bəli, icbari tibbi sığorta ilə tam həm müayinəsi, diaqnozu, həmçinin əməliyyatı da. Aha, aydındır. İnsan epilepsiya tutması keçirəndə, epilepsiya ilə bağlı danışmaq istəyirəm. Keçirəndə hansı addımlar atılmalı? Bəzən olur ki, onun ağzına qaşıq salırlar, ya da başqa hansı addımlar atırlar. Bu halda indi bizi izləyən vətəndaşlardan da ola bilər ki, ətrafında belə halına rastlaşacaq insanlar olsun. Əvvəlcədən deyək ki, hansı addımlar atılmalıdır? Yəni belə bir ümumiyyətlə atılmamalıdır hansılarda? Əgər yəni göz önündə bir yəni epileptik tutma keçirən bir şəxs gördülərsə, mütləq yəni onun əlini onun ağzına salmağa çalışmamalıdırlar. Nə xəstənin ağzına açar salsın, qaşıq salsın, yəni belə şeylər istifadə etməməlidirlər. Ümumiyyətlə xəstəni bu halda mütləq xəstə yan üstə uzadılmalıdır və tutmanın keçməsini gözləmək lazımdır. Əgər tutma daha uzun müddətli davam edərsə, yəni normada yəni olduğundan da artıq davam edirsə, bu zaman təcili yardıma mütləq müraciət etmək lazımdır. Çünki ola bilər ki, həmin vaxt xəstə epileptik statusa da girə bilər. Ona görə tez müdaxilə olunur. İlk addım təcili yardıma müraciət etmək olmalıdır. 103-dür təcili yardım nömrəsi və 103 xidməti də təcili yardım, təcili və təxirəsalınmaz tibbi yardım xidmətləridir. İcbari tibbi sığorta ilə təminatı alınır. Dəyərli tamaşaçılar, biz sinir sistemi xəstəliklərinin müayinə və müalicəsi haqqında danışırıq. Hazırda verilişimiz Dost TV-nin bütün sosial media platformalarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Facebook səhifəsində canlı yayımlanır. Mövzu ilə bağlı, hansısa nevroloji problemlərlə bağlı bizim yayımların rəy bölməsində qeyd edə bilərsiniz suallarınızı. İndi isə İcbari Tibbi Sığorta ilə tibbi xidmət almış bir vətəndaşımızın Tural Kazımovun hekayəsini izləyəcəyik. O, böyrək daşı əməliyyatı olunub İcbari Tibbi Sığorta ilə. İzləyək, sonradan yenidən studiyada olacaq. Bir il yan bundan əvvələ kimi kəskin ağrılarım var idi, böyrək ağrılarım var idi. Həkimə müraciət elədikdə bunu böyrəyimdə daş olduğunu mənə bildirdilər.
Müalicələr elədi, müalicənin bir effekti olmadı. Məlum oldu ki, böyrəkdə dərman vasitələrindən düşə biləcək həcmdə bir daş deyil. Ağrılarım kəskin artmağa davam elədi yenidən. Sağ olsun Ceyhun həkimin yanına yaxınlaşdım. İcbari tibbi sığorta ilə. Bizim əleyhimizə olan yenə bir zaman idi. Sanki biz zamanla yarışmalıydıq ki, xəstəmizi bu ağrıdan, bu narahatçılıqdan xilas eləyək. Daşqırmanın prosesin özü bu mənada həm həkimin, həm xəstənin xeyrinə həll edə bilir. Ağrısız, acısız bir əməliyyat oldu. Demək olar ki, ağrılarım yoxdur. Daş tamamilə qırılıb, böyük bir daş idi. Ona rəğmən yəni hər şey öz həllini tapdı, yaxşı. Azərbaycanda bu daşqırma olub, 90-cı illərdən Azərbaycanda var. Sadəcə texnologiya inkişaf elədikcə bu aparatın növləri də dəyişib. Çox funksionallı bir aparatdır. Təbii ki, hamının da bildiyi kimi bunlar müəyyən bir maddi maliyyə qarşılığında olurdu. Və də bu insanları, imkanı olmayanları təbii ki, müəyyən qədər narahat eləyirdi. Amma icbari sığorta ilə bu işi görmək həm pasiyent üçün, həm həkim üçün çox rahat bir hala gəlib çıxıb. Ağrısız, acısız həyat yaşayıram. Davam edirik dəyərli tamaşaçılar. Qonağımız Yeni Klinikanın nevroloqu Münəvvər Muxtarova ilə birlikdə sinir sistemi xəstəliklərinin icbari tibbi sığorta ilə müayinə və müalicəsi haqqında danışırıq. İstəyirəm Münəvvər xanım, stres və yuxusuzluq haqqında danışaq. Əvvəlcə stres barədə məlumat verək. Stres bizim həyatımıza, həyat keyfiyyətimizə nə dərəcədə təsir eləyir və hansı nevroloji problemlərin yaranmasına səbəb olur. Eyni zamanda yuxusuzluq barədə də, yuxunun insan həyatı üçün nə qədər vacib olduğu barədə məlumat verməyinizi istəyirəm. Əslində bayaq bununla bağlı qısa məlumat verdiniz. İstəyirəm biraz detallı danışaq. Stres və yuxusuzluq ümumiyyətlə insanların, yəni sinir sisteminin düşmənidir deyə bilərəm. Stres özü, yəni yuxusuzluqda yaradır. İnsanlarda bir çox xəstəliklərin demək olar ki, əsasında elə stres özü durur. İnsanlar həm deyirik, məsələn, nevroloji xəstəliklərdən danışdıq, bayaq baş ağrısı, insult, bu kimi xəstəliklər. Demək olar ki, onların da elə yaranmasında stresin də bir rol var, böyük rol var. Yəni stres keçirdən insanlarda daha çox görürsən ki, xroniki baş ağrıları olur. Xəstə gəlir ki, hər gün baş ağrılarım olur, hər gün baş ağrılarım olur. Danışırsan, məsələn, anamnez toplayanda görürsən ki, bu insan davamlı stres altındadır. Yəni belə olanda, yəni insanlara deyirik ki, yəni sizin burada səbəb əsas stressdir də. Yəni biz burada dərmanla müalicə eləyirik, düzdür. Amma yəni siz də stressdən uzaq olmağa çalışmalısınız. Stresi müalicə etmək mümkündür. İnsan daha az əsəblər, daha az stres keçirsin. Müəyyən dərmanlarımız var. Bizim məsələn müəyyən dərmanlarımız var. Hə, onlar əsəblərini sakitləşdirirlər. Yəni nisbətən məsələn bir hadisəyə nisbətən çox reaksiya verirlərsə, bizim dərmanlarımızdan biraz ona daha az reaksiya verirlər. Bu daha yaxşıdır. Yəni müvəqqətidir. Onu deyirik ki, mütləq yəni dərmanı alır, dərman kömək eləyir, amma dərmanla yanaşı insan özünün də iradəsi olmalıdır və özü də bu stresslə başa çıxmağın bir yönünü tapmalıdır. Duyğularını, stresini idarə etməyə bacarmalıdır. Bəli. Yuxusuzluq haqqında nə deyə bilərsiniz? Yuxusuzluq haqqında, yəni yuxusuzluq belə deyim, çox geniş bir sahədir ümumiyyətlə və bu insanlarda çox rast gəlinir. Hal-hazırda çox stresi gətirib çıxarır əslində. Yəni stresi gətirib çıxarır, stres sözü yuxusuzluğa gətirib çıxarır. Yəni ikisi bir-birindən belə vəhdətdədirlər və yuxusuzluğun nəticəsində də yenə dediyimiz kimi bir çox nevroloji xəstəliklər yaranır. Uzun müddət yuxusuzluqla mübarizə alan xəstələrimiz var da, yəni cürbəcür dərmanlar istifadə eləyirlər, gəlirlər, yox o kömək eləmədi, başqa həkim dərman yazı kömək eləmədi, indi siz mənə başqa dərman yazın. Yəni bu kimi hallar baş verir. Yəni bu yuxusuzluğun da yəni bir çox səbəbləri var. Yəni və bu hallarda da yəni xəstələr gərək onun əsas mənbəyini birinci tapaq ki, ondan sonra ona uyğun da xəstəni müalicə edək. Yəni individual yanaşmaq lazımdır. Bəli, individual yanaşmaq lazımdır. Və o yuxu dərmanları adətən biraz asıllıq da yarada bilər bəzən. Bəziləri asıllıq yarada bilər, düzdür, amma yəni biz də çalışırıq ki, o asıllıq yaradan dərmanlardan çox da istifadə eləməyək, xəstəni daha yaxşı, daha tez sağaldaq da belə deyim. Gəlin beyinə faydalı olan qidalar haqqında məlumat verək. Uşaqlara, böyüklərə fərqi yoxdur. İnsanlar hansı qidalardan istifadə edərək? Məsələn, omega-3 yağ turşuları var. Bunlar yəni mütləq beynin fəaliyyətinə çox yaxşı təsir eləyir. Məsələn, balıqda var, kərə yağında bu istifadə yəni var və onu istifadə etmək məsləhətdir. Uşaqlarda da yumurtada eyni qaydada, yəni uşaqlara mütləq məsləhətdir ki, balıq, yumurta onların qidalarından əski olmasın. Yəni beynin fəaliyyətini daha da yaxşılaşdırır. Çünki uşaqlarda ki bu indi hal-hazırki zəmanənin
sistemlərinin problemi bu ekran asılılığı var. Yəni bu da sonradan uşaqlarda diqqət əksikliyinə, hiperaktiv pozuntuya gətirib çıxarır. Ona görə də yəni uşaqların qidalanmasına mütləq fikir vermək lazımdır. Eyni qaydada B6, B12 vitaminləri və fol turşusu həm onları da istifadə etmək lazımdır. Eyni qaydada yəni onların da analizini məsələn bizim klinikada xəstələr müraciət edəndə biz onları analiz edib və bu analiz nəticəsinə əsasən xəstənin müalicəsinə də məşğul ola bilirik. Həmçinin məsələn antioksidantlarla zəngin qidalar, moruq, qarağat, qara üzüm, yəni bunların özü də beyin fəaliyyətinə yaxşı təsir göstərən qidalardır. B12, B6 vitaminlərini dediniz. Bəzən heç analiz vermədən də gedib o dərmanları, o vitaminləri, daha doğrusu vitaminləri, qida əlavələrini alıb qəbul edirlər. Bu düzgündürmü, yoxsa birinci növbədə əslində düzgün deyil. Birinci növbədə qan analizi verib yoxlamaq lazımdır. Onun artıqlığı da problemdir, deyil? Bəli, bəli. O qədər xəstələr olur ki, gəlir B12-ni veririk 2000, 1000 üzəri çıxır. Yəni çox yüksək olur. Ona görə mütləq analiz verib içmək, qəbul etmək lazımdır. Məsələn, uşaqlardan danışdınız. Uşaqlarda bu yaddaş pozğunluğu nədən yaranır? Onların uşaqlardakı yaddaş pozğunluğu desək, yaddaş pozğunluğu deməyək də ona daha çox diqqət əksikliyi. Daha çox diqqət əksikliyidir uşaqlarınki. O qədər ki ekran, ancaq oyunlu, kompüter oyunları, onları istifadə edirlər. Uşaqlar artıq diqqətini bir yerə toplaya bilmirlər. Ona görə də yəni onlarda və sanki o yaddaş zəifliyi, yəni deyir dərs oxuram yadımda qalmır. Əslində yəni diqqətini ora verə bilsə, o yadında qalacaq. Sadəcə bu diqqət əksikliyi ilə əlaqədar olaraq belə bir problem yaranır. Son olaraq vətəndaşlarımıza nə tövsiyə edirsiniz? Ümumiyyətlə bu xəstəliklər, nevroloji xəstəliklərdən uzaq olmaq üçün hansı addımlar atsınlar, hansı yəni qidalar və sair məsələləri, fiziki aktivlik, bunlarla bağlı məlumat verməyiniz. Yəni mütləq ümumiyyətlə fiziki aktivlik, yuxu rejiminin normal olması, stressdən uzaq olmaq, bunlar yəni xəstələrin ümumiyyətlə vətəndaşlarımız üçün hər biri üçün vacib olmalıdır. Yəni bunlara mütləq diqqət eləsinlər, sağlamlıqlarının qeydinə qalsınlar. Əgər cüzi bir şikayətləri də olsa mütləq həkimə müraciət etsinlər. Təşəkkür edirik sizə, Münəvvər xanım, ətraflı məlumat verdiyinizə görə. Hörmətli izləyicilər, bugün qonağımız Yeni Klinikanın nevroloqu Münəvvər Muxtarova idi. Biz icbari tibbi sığorta ilə sinir sistemi xəstəliklərinin müayinə və müalicəsi haqqında danışdıq. Əgər suallarınız varsa, elə yayımın altında yenə də qeyd edə bilərsiniz. Ola bilər ki, bizi yayımdan sonra izləyənlər olsun. Biz yayımdan sonra da sizin suallarınızı cavablandıracağıq. Belə, növbəti həftə yenidən eyni vaxtda həftənin cümə günü 11:30-da görüşmə ümidi ilə hələlik görüşərik.